Son zamanlar kortizol hormonu haqqında çox danışılır. Kortizol hormonu haqqında nə deyə bilərsiniz? Ümumiyyətlə düşünürəm ki, Azərbaycanda bəlamız hər hansısa bir şeyi öyrənirik və ya eşidirik, məşhurlaşdırırıq, amma onun haqqında tam olaraq maariflənmirik. Məsələn, illər öncə eyni problemi biz vitamin D ilə yaşayırdıqsa, sonralar buna vitamin B12 qoşuldu, Bəli. sonralar maqnezium qoşuldu. İndi isə hər kəsin dilində bir söz var ki, kortizol hormonunu necə endirə bilərəm? Təbii ki, burada söhbət ixtisasından asılı olmayaraq tam olaraq tibbdən xəbəri olmayanlardan gedir. Baxın, kortizol bizim stres hormonumuzdur. Siz onu nəsə qəbul eləyərək endirə bilməzsiniz. Siz yalnız stresə özünüzü dözümlü, rezistent etməlisiniz ki, bədəniniz kortizol ifraz eləməsin. Yoxsa kimsə sizə deyirsə ki, hər hansısa bir bitkini qəbul eləyin və bu kortizolu endirəcək, sizi arıqladacaq, sizi daha sağlam edəcək. Bu mifdir. Bunu kimsə sübut eləyə bilməz. Amma hal-hazırda tibb o qədər inkişaf eləyib ki, stresə rezistent etmək üçün xüsusi səhərlər qəbul etdiyimiz maddələr var ki, bunlar bizi stresə dözümlü edir. Məsələn, hər hansısa bir müdirlə görüşəndə və ya hər hansısa bir stres vəziyyətində onu qəbul etdiyinizdə artıq ona adekvat reaksiya verirsiniz. Bədənin adekvat reaksiyası nədir? Yetkin insanın stresə dözümlülüyü və nəticədə kortizolun bədəndə normada qalması. Məsələn, tədqiqatlar aparılıb ki, nəyə görə Fransada insanlar daha çox yaşayır? Çünki onların stresi yoxdur. Əlbəttə ki, stresləri var, amma buna səbəb bilinib ki, qırmızı çaxırdır. Qırmızı çaxırın çox qəbulu olur da insanların uzun ömürlülüyünə gətirib çıxarır. Mən Azərbaycandakı qadınlarımıza adətən bunu məsləhət görürəm, amma biz kimsə məcbur edə bilmərik ki, bura dinimiz, bura mentalitetimiz daxildir ki, bütün günü qırmızı çağır için və stressdən uzaq olun. Amma onun alternativi çıxıb. Məsələn, qırmızı çağırın içində alkoqol var, amma alkoqolsuz sırf qırmızı çağırın tərkibindəki maddələri içərən dərmanlar var ki, onlar bizi səhərlər gündəlik dərmanlarımıza daxildir. Dərman dediyimdə qida əlavəsi, yəni tərkibində heç bir kimyəvi maddə yoxdur. Bu bizi stresə resistent edir və nəticədə təbii ki, arıqlayırıq, təbii ki, gözəlləşirik, təbii ki, dərimiz gözəlləşir, cavanlaşırıq, ömrümüz uzanır. Amma bu, yəni dərin elm tələb edən bir şeydir. Ona görə hər eşitdiyinizə bunu içim kortizol hormonumu enəcək, mənə inanın o qədər deyimə və ya mesajlar gəlir ki, bunu məsləhət gördülər və dedilər ki, dəqiqliklə kortizol enəcək. Mən məsləhət görərdim ki, həmin insanlar kortizolun fiziologiyasını yenidən oxusunlar.